Yox, mən sizə görə edirəm. Bilməli. Kimya formulu hesablamalar. Birincisi, natrium karbonat birləşməsində element atomlarının sayı nisbəti, ayağındakı indekslər nisbəti, 2 natrium, 2 nisbət, 1 ədəd karbon, 1 nisbət və 3 ədəd oksigen, 3 nisbət. 2 bölü 1 bölü 3. Eləcə nə soruşur? Atomların sayı nisbətini, kütlə yox, içərisində atomların sayı nisbəti. Növbəti. 8. Baxaq görə 7-dən. 16 qram hidrogenlə oksigen tam yanında. Bayaqki keçdiyimiz dərs aiddir. Birinci qayda, hidrogen oksigen reaksiya aparar, alınır H2O. Əmsallaşdıraq 2-2, bayaq birinci qayda. Deməli, normalda burada hidrogen nə qədərdir? 2 mol, 4 qram. 4 qram yanında neçə mol salır? 2 mol. 2 mol nə qədərdir? 2 qram 18, 36 qram. İndi deyir ki, 16 qram hidrogen yanan zaman, yəni 4 dəfə çox. Onda suyun kütləsi 36 4 olsun, 4 dəfə çox. Bu da 144. Bəli, bu şərtlə 16 qram hidrogen yanarsa, 144 qram su əmələ... Ananı tanıdım. Süpra program var. Oradan yaxşı. Nural tərəfə. Yaxşı, yaxşı. Mən əlimi qolunu seçim, bir dəqiqədən sonra olacaq. Növbəti 144. Deyil. 8. Yenə 8 qram kükürt yanarsa, nə oksigenda, nə qədər, neçə qram SO2 alır? Birinci qayda S plus O2, alır SO2. Reaksiyanın özündə əmsallarına ehtiyac yox, bilmirədir. 1 qram, 1 mol kükürt 32 qramdır. 32 qram kükürt yananda alınır 1 mol SO2. 1 mol SO2, 32, 64. İndi deyir ki, 8 qram kükürt yanarsa, 4 dəfə az. Bunu 4-ə böləndə 16. 16 qram SO2 alır. Növbəti 15. Hansı birləşmədə element atomlarının kütlə nisbət doğru verilməkdir? H2S-də 2 hidrogen 2 qram, 1 kükürt 32 qram, 1 16-ya uyğundur. H2O-da 2 hidrogen 2 qram, 1 oksigen 16 qram, 1 8-ə doğrudur. CO-da 1 karbon 12, 1 oksigen 16. O da hesabların 4'ə, 3'ün 4'ə, yanlışdır burada. 12 ilə 16-nı 4'ə böləndə 3'ün 4'ə düşür. Burada qalanlar doğru da var. 16'ya baxın nə deyəcəm. Hansı birləşmədə element atomlarının yenə kütlə nisbəti nə deyir? Doğru göstərilir. Baxın uşaqlar, 2 hidrogen 2 qramdır, 1 qramdır. 1 kükürt 16, 32 qramdır. İxtisar aparı 1-in 16. 1'in 16 yanlışdır. 1 karbon 12, 2 oksigen də 16, 16, 32. İxtisar aparı neçəyə? 4'ə. 3'ün 8'ə, o da yanlışdır. 1 karbon 12, 1 oksigen 16. İxtisar aparı 3'ün 4'ə, yanlışdır. 1 kalsiyum 40, 1 kükürt 32. İxtisar aparı 8'ə, 5'in 4'ə uyğundur. Orada olan kütlə nədirsə, həmin orada olan kütləni bölür. Faktiki orada olan miqdarına görə. Neçə atom verilirsə hər maddədə, onu nəzərə alın. 20'ye qədər 20. 18'ə baxarız. Karbonun yanmasına 24 qram oksigen sərf olunduqda neçə mol CO2 alınır? Birinci qayda, bayaq məsələlər. Karbon oksigen yanır, CO2 alınır. Deməli, 1 mol oksigen 32 qramdır. 32 qram oksigen sərf olunduğunda 1 mol CO2 alınır. İndi 24 qram olubsa 400. nə qədər azalıqdır? Deməli, 1,5 dəfə elə 4'də 100 qədər azalıqdır. Elədir ki, 32'yə 1 mol CO2 alınırsa, onda 24'ə X bərabərdir, 4'də 3, 0 tam, %75. Y variantı. Hadi sizin yazın. Yaz. Bu əslində bu dərsin aiddir. Gəlin bunu bu dərsə işləyin. Güvənişliyin sonra işlərsin. Güvənişliyin sonra işlərsin. Sada işledim. Birinci güvənişliyin sonra bu Onu işlərsin. təzdən işləyək onu. Yəni güvənişliyinə sonra. Bunları, bu reaksiyaları. Yaxşı. Növbəti. 37. 30'a qədər yox çağırın. Təhliflər də verirsiniz, elə mi? 20'ye kimin? 20'ye kimi yox, Yoxdur. 19. 19 nədir bax? Eyni şeydir. Eyni, onu işləyirsiniz. 21 aylar. 27. Bir atomun kütləsi karbon 12 izotopunun 6-7'sidir. Yəni 12'nin hesablı 6-7'si. 12 vuraq 6'da 7. 14. Hansı 14 qram kütləsi?
Vardı. Magnesium. 27. Vardı. 27. Aha. 28. Burada nə deyil 27'lər? X2 bəli, Y3 birləşməsində Y2-in kütlə faizi 48-dir. 1Y32-dir. Burada neçə Y var? 3. 3 Y3 vura 32, 96. 96 qram Y 48 faizdir. Yerdə qısa faiz 100 faizi 48 faizi yerdə qalan 52. 52 faizimiz nədir? Neçə X orada? 2X-dir. 2X-in miqdarı 52 faizdir. X hesablayın. 96 vuraq 52 bölünsün 2 vuraq 48. Elə X. O da bərabərdir 52-yə. X-in bir atom kütləsi 52 qramdır. Növbəti. 37. 29. Həm də heç də. 29. 29 əslində bayaqki məsələ, baxın, eyni bayaqki. Smartdakı. Nə? Məndə 36-dır, burası bilmirəm, burada hansı sual. 2025 deyirsən də işləyiz. Bil. Yaxşı. 2025 gün vardı. Burada uşaqlar, baxın, 23. Smartdakı sual. X-in ayağı neçədir? Buyur. 1 bıraq 2. Burada 2X var. X-in qabağı 1-dir. 1 2-yə vuranda 2 eləməlidirlər. Onda M-in qiyməti 2-dir. Y-in ayağı burada 1-dir. 2 bıraq 1 2. Burada Y-in qabağı 1-dir. 1 bıraq M 2 eləməlidir. M bərabər 2. X-in qiyməti ayağı 2-dir. 3X2 M-in qiyməti doğrusu da. Sonra Z2. Nə alınır? 2T maddəsi. 3 dəfə ki 6X və 2Z. Harada yerləşir? 2 ten tərkibində. Onda 1 ten tərkibi nədir? Hər tərəf 2-yə bölün. X3, Z. Bayaq smartdakı sual. X3, Z. Yaxşı. Baxın. Neçə? 37. 34. 34. Deyir ki, L2O5 maddəsinin 14,2 qramında 8 qram oksigen var. Bunun bir tamında neçə oksigen var? 5. 5 oksigen neçə qramdır? 5 dəfə 16, 80. 14,2 qramında 8 qram oksigen varsa, neçə qram digər maddə edir? L-in qiyməti nə qədər burada qiymətsə? 6,2. 6,2 qram da L-dir. Deməli, 6,2 qram elə nə düşür? 8 qram oksigen. Maddənin bir tamında 80 qram oksigen var. 80 qram oksigenə düşür. Orada bir tam maddədə neçə L var? 2 L var. Onda 80 qram oksigenlə 2 L tənasübdür. 10 dəfə artır. Bunu 10 dəfə artırın 62, 2-yə bölün. L bərabərdir 31. L-in bir atomu 31'dir. İndi hesablayın LH3-ün kütləsini. Bir L-imiz 31. 3 hidrogen hərəsi 1 qram. 3 vuraq 1. O da 34. Deməli LH3-ün bir tam kütləsi 34 qramdır. Yazın. 40-a qədər. 37. Bax, bu qəşəng sual uşaqlar. Bu diqqətli olun, bu bayaq da OTK-nın sınavında da bu sualda düşmüşdür. Diqqətlə baxın birinci. 37-də birinci birləşmənin formulu X, Y2-dir. X, Y2-də neçə X var? 1. 1 X-in kütləsinin 2 Y-in kütləsinə olan nisbəti nə qədərdir? Birinci birləşmə. X nə qədərdir? 7 və Y 8. 7-nin 8 nisbəti. Yəni 1 X-in 2 Y-ə olan nisbəti nəyə bərabərdir? 7 bölü 8. Biz nəyə bilməliyik? 1 X-in 1 Y-ə olan nisbətini. 1 X-in 1 Y-ə bərabərdir. 2-ni bura qaytarın. 2 7 yana gəlir. 2 bıraq 7 14 bölü 8. Yəni 1 X-in kütləsi ən az nisbətlə 14 qramdır tam kütləsi. 1 Y 8 qramdır. Buna uyğun ikinci birləşmənin formulu. İkinci birləşmədə X-imiz nə qədərdir verilən kütlə? 14, bəs Y2-miz 8. Elementlərin burada olan kütləsini bölün bunun bir atom kütləsinə.
X 14 bölək 14 indeksdə 8 bölünsün 8. Nə qalır? X. Yəni ayağına hər elementin orada olan kütləsini yazırsınız. O ayağındakı kütlələri bölürsünüz bir atom kütləsinə. Oradan aldığınız qiymətləri yazırsınız əmsallar, indekslərə. İndi özünüz deyin görün, 3-cü birləşmə formulu. 3-cü birləşmədə x nə qədərdir? 21. Bəs y2-miz yenə 8 elə. 21 bölürsünüz, 21 bölürsünüz. X-in bir atom kütləsinə. Elə. Burada əslində biz deyə bilərdik, ixtisar da bilərdik də burada. X-in 14-ü 8-ə, neçə qalır deyirlər? 7-nin 4-ə. Onda əslində bunu belə götürün. X-in bir tam kütləsi 7-dir, y4-dür. Y4. X-in bir tam burada olan kütləsi 14-ü 7-yə bölün, 8-i 4-ə bölün. Deməli 2, 2 ixtisa gedir. Qalır x, y. 21 bölün. X-in bir tam kütləsi 7-yə. Aha, y kütləsinə bölün, bir tam kütləsi 4-ə. Nə qalır? x3, y2. Bu qədər. Sadəcə nəyi tapmaq lazımdır? 1x-in və 1y-in ən kiçik qiymətləri neçədir? Nisbətləri. Növbəti. 49, 40 kimi yoxdur. Bu və ya digər molekulun tərkibində kükürdün hansı miqdarı ola bilər? Kükürdün bir tam nə qədərdir? 32. 32-yə bölünən tam rəqəmlər. 32 özü 32-dən böyük olanda 32-yə tam bölünən 64, bəli. Yəni atom kütlə vahidinin yəni qiyməti nisbi atom kütləsi qiyməti qədər olmalıdır və yaxud da onun miqdarı tam bölünən rəqəm olmalıdır. Tam bölünən olmalıdır. 50-yə qədər. 45. Deyir ki, buradakı olan hansı maddədir? X3, Y4. Yəni, buradakı 3 dənə X-in kütləsinin 4 dənə Y-in kütləsinə olan nisbəti 8-də 21-dir. Geri qaytar rəqəmləri tapın. 1 X-in 1 Y olan nisbətini. 3 bura qaydır, 4 bura. 4 bura 21, 3 vurulsun 8. Qısa aparın burada. Deməli, burada 2, burada 1, burada 1, burada da 7 ilə. Deməli, 2, 7. Yəni, 1x-in ən kiçik nisbəti qiyməti 7-dir və 1y-imiz də 2-dir. Deyir ki, x2, x2, y3 birləşməsində x-in y-ə olan buradakı nisbəti. Burada x nə qədərdir? 2. 2x-in miqdarı bölünsün 3y miqdarına. 1x-imiz nə qədər? 7. 2x-imiz 2 vuraq 7. 1y-imiz də 2. 3 vuraq 2. O da eləyir 14-ün 6-ya. Sıra aparı 3-ün 7-yə. Deməli, orada bəli, 7 bölü 3. Bu qədər. Növbəti. 49. Baxaq. Bəyəkçi smartdan sonra. Bəli, qardaş, bəyək hesablamışdıq burada. 80. Y polis bəyək tapmışdıq, 80 idi. X soğuqaşda 40. Bəli. Etiraz var sana. Deyim bax. 50-yə kimi yoxdur, 60-a kimi? 55, 56. Birinci birləşmənin formulu AB2-dir. Birinci birləşmə. Birinci birləşmədə AB2-də bir A-nın 2B-yə nisbəti nə qədərdir? A-nın verilən kütləsi birinci birləşmədə neçədir? 3,5 elə 3,5. Bölünsün B-nin kütləsi neçə? 8-ə. Elə, yəni bir A-nın ən kiçik qiyməti 3,5 qramdır. Daha geri qaytarım, 2 bura qaytarım. Onu neçə eləyir? A bölünsün B bərabərdir. 2 geri qaydanda 2 bura 3,5, 7, bu da 8. Bəli, bir A-nın kütləsi 7-dir burada ən azı. 1B 8-dir ən azından. İndi baxın, ikinci birləşmənin formulu. İkinci birləşmədə, diqqətlə baxın, X-in kütləsi A-nın qiyməti 3,5-dir, B 4-dür. A-nın verilən kütləsi 3,5-i və B-nin kütləsi 4-ü bölün bir atom kütləsinə. Deməli, B-nin bir atom kütləsi 8 elə, A-nın qiymətini 3,5-7-yə bölün, B-də 8-ə bölün. Qalır A 0,5, 2-də 1, B 0,5. İndeksdə eyni rəqəm varsa ixtisar gedir. Nə qalır burada ən son? A, B. İkinci birləşmə formulu AB-dir. Üçüncü birləşmə formulu isə, baxın, üçüncü birləşmədə A nə qədər? 7 qram. A-nın verilən kütləsi 7-ni bölün atom kütləsi 7-yə, B-nin də verilən kütləsini 4-ü bölün atom kütləsi 8-ə. Nə qalır? A 1, B 0,5 elə, yəni 2-də 1, B 2-də 1.
2-də 1-i 2-yə vurur hər tərəfini. 2-yə vuranda qalır A2B. Yəni indeks elementində olmalıdır, qarşılıqlı sadə ədədlər tam etməlidir. Yada saxlayaq. İkinci birləşmə AB-dir, ikinci birləşmə. Üçüncü birləşmə A2B-dir, üçüncü birləşmə A2B-dir. Elə, deməli, 2 ilə 3 doğrudur. Elə uşaqlar. Üçüncü birləşmə, yanlışı, üçüncü birləşmədə A-nın kütlə payı B-dən çoxdur. Üçüncü birləşmədə A-mızın miqdarı nə qədərdir? 2 dənə. 2A nə qədərdir? 10-dur. Bəs 1B 8. Hansı maddəki çoxdur? A-nın kütləsinə. Deməli, A B-lə böyükdür. Üçüncü birləşmədə. İkinci birləşmədə B-nin kütlə payı A-dan azdır. İkinci birləşmədə 1B 1A-dır. 1A-mız 7, 1B 8-dir. İkinci birləşmədə B-nin kütləsi A-dan çoxdaqdır. Hansı maddənin orada olan kütləsi böyük olarsa, onun kütləsi çox olacaqdır. Nədir bəli? 57. Uşaqlar, bax bu əvvəllər ulduzlu sual. Diqqətlə baxın. Sizi burada çaşdıran nədir? 3 müxtəlif maddə, 3 müxtəlif məhsul var. Diqqətlə baxın. Buradakı maddələrin əmsalları neçə olur olsun, maddənin bir tamına baxın. Bunun bir tamında bir küçük var, 4 oksigen. Bir küçük 4 oksigen, bir küçük 4 oksigen. Metalların kütlə faizi nə qədərdir qarşıda? 100%'in 40% metallara aiddir. 40% getdi. Neçə faiz qaldı? 60%. 60% miqdar hansı elementlər arasında paylanacaqdır? Küçük oksigen. Buradakı küçüklərin sayı nə qədərdir? Bir tamındakı. 3 dənə. 60% paylanır. 3 dənə küçüldür nisbətindən. Neçə oksigen var? 4, 4, 4, 12. 12 oksigen nisbətinə. 3 dənə küçült, 3 bıraq 96, 32 daha doğrusu. 12 oksigen də 12 bıraq 16. Deməli 3 bıraq 32. 96-nın 12 bıraq 16 sıra aparır. 96 nisbət 192. Sıra aparır nə qədər sonra? Hər tərəf bölün neçəyə? Belə 96-ya bölür də. Elə 1-in 2-yə. 1K, 2K. K'ların sən neçə eləyir? 3K. 3K nisbət 60%-ə bərabərdir. Nisbətlə. 3K'mız 60%-dirsə, 1K'mız 20%-dir. K nəyə miqdarıydı? K'mız. S kükürdün. Kükürdün təbiət, bu birləşik qarışığın tərkibindəki yayılmış, yəni olan faiz miqdarı 1K 20%-dir. Oksigenin də burada olan faiz nisbəti 2K-dır. 2K-da 40%-dir. Deməli, yerdə qalan 60%-in 20%-i kükürdür qarışıqda və 40%-də qarışıqda yekun kütləcə oksigendir. Bu qədər. Burası tezdən görün. Yenə qarışıq 40%-dir. 100-ün 40%-i metaldır. Nə qədər kükürt var? 1, 1, 1. 3 dənə kükürt. 3 qıraq 32, 96. Oksigen 3, 3, 3. 9 dənə. 9 qıraq 16. İxtisar aparım burada. 2, 1, 3, 1. 3'də 2, 2 bölü 3. 2K, 3K. Neçə eləyir? 5K. 5K'mız yerdə qalan faiz. 60 dənə. K da bərabərdir 12. Deməli 2K'mız kükürtdür elə. O da 24%. 3K'mız oksigendir. O da eləyir 36%. Bu qədər sayı. Növbəti. 68. 76 dənə. 68. Baxın görək hansı uşaqlar, hansı sual? 68 deyirsən, 64. Aha. Qoy qalsın uşaqlar, bu məsələdir. Bunu art dərsi yaxşı oxuyub, baxın, sonra işləyərsiniz. 74-də qədər nə varsa bax. Təniflər də verirsiniz. Hələ bir güvəndən. Burada biraz kütlə payına əlaqəsində baxın kütlə payına. 2x'in 4 y-ə, cəmi kütlə 8-dir də, 2x-dir 4 y-dir, cəmi kütlənin 6 qram x-dir, 2x'imiz 6-dır, 6-dır. Onda 8 qramın 6 qram x-dir, neçə qram var? 2 qram, 2 qram y-dir. 2x bölək 4 y, 6 bölək 2. Yəni, deməli, x bölünsün y bərabərdir, 2-ni qaytarlar 4, 6-nı qaytarlar 24 elə, o da bərabərdir 6-ya. 1x'in 1 y nisbəti bərabərdir 6, yəni x bərabərdir 6 y. 1x'imiz nəyə bərabərdir? 6 y.
52 qram x3y8. 1 x-imiz də qramdır. Desək, nəyə bərabərdir? 6 y. Onda x3y8-dən hesablayın. 3x üstəgəl 8y. 1 x-imiz 6 y-dir. 3 x-imiz 3 vuraq 6 y. Üstəgəl 8 y. O da 18, 8, 26 y. 26 y nəyə bərabərdir 2-3-də? Bu maddənin 52 qramına. 52-yə. Onda y bərabərdir 2-yə. Y 2-dirsə əgər, x-imiz də 6 olarsa da, x də bərabərdir, neçə eləyir? Baxın, düzdür? X tam 3-4-də. Yox, y bərabərdir 12-yə, eləmi? Deyir, bu reaksiya üçün neçə qram y lazımdır? 1 y nə qədərdir? 2 qram. Bunun tərkibində neçə y var? 8 y. 8-də 2, 16. Deməli, 52 qramın 16 qram y-dir. Yerdə qalan neçə qalır? 52, 10, 42, 6, 36. 36 qram da x-dir. 16-dır. Mən cümləni 5 8, 5 26, 5 Qal